Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox maraqlı, çox ləziz, çox dadlı Talış mətbəxinə aid zeyran hazırladım. Mən həmişə deyirəm ki, Azərbaycan milli mətbəxinin şirniyyatları çox və çox möhtəşəmdir. Zeyran əsas bişir təndirdə, ancaq sobada da çox unikal alınıb. Həmişki kimi əvvəl quru ərzaqları qarışdırıram. Bu mütləqdir, bu vacibdir. Quru ərzaqları qarışdırandan sonra mayanı, şəkəri ilıq suda həll eləyirəm. Bunu da qoyuram ki, mayalansın. Maya hazır olana qədər yağı əridirəm, ilıq olmalıdır, südü ilıq edirəm. Bu vacibdir, xəmir mayalıdır. Hamısını əlavə edirəm unun içinə. Baxın, görün maya necə mayalanıb. Və başlayıram xəmir yoğurmağa. Və yenə də vurğulayıram. Mayalı xəmir yoğuranda heç vaxt südü dərhal nəzərə alınan miqdarı əlavə eləmin. Aram-aram. Amma bu zeyran üçün nəzərə alınan süd hamısı istifadə olunacaq. Xəmiri tam bir yerə yığandan sonra bax beləcənə bitki yağı əlavə edirəm və xəmirin yoğurmağını davam edirəm. Ta ki xəmir qaba əllərimə yapışmayana qədər. Baxın, görün xəmirin gözəlliyinə. Çox gözəl bir xəmirdir və artıq nə əlimə yapışır, nə yoğurduğumuz qaba. O deməkdir ki, xəmir hazırdır. Hazır xəmirin üstün bax bu cürünə örtürəm və gözləyirəm ki, acısın. İndi isə keçək içliyi hazırlama prosesinə. Ərinmiş yağa şəkər pudrası əlavə edirəm, hil əlavə edirəm. Siz istəsəz hilin əvəzinə vanildən də istifadə edə bilərsiniz və yaxşıca qarışdırıb unu əlavə edib umacı hazır edənə qədər bax belə əlimdə ovuram. Çay qaşığının ucunda sarı köktə əlavə eləyirəm və başlayıram davam eləməyə ta ki içlik hazır olana qədər. Bu içlik qovrulmur, bu içlik belə qalır. Əgər istəyirsiniz ki, içliyinizdən qovrulmuş dadı gəlsin, onda unu qovurun quru-quru. Sonra içliyi hazırlayın. Xəmir mayalanıb və mən xəmiri belə öfkələyəndən sonra tərəzi yolu ilə bölürəm 10 kündəyə. Zeyranın çox gözəl tarixçəsi var. Biz deməli Azərbaycana təzə köçüb gəlmişdik və bizim Lerikdən olan qonşumuz Zeyran bizə pay verdi. Və o vaxtdan mənim Zeyranla bağlantım bugünkü günə qədər davam edir. Çox dadlı bir şirniyyatdır. Düzdür, təndirdə bişən olsa daha yaxşı olar. Amma sobada da bişən zeyran çox möhtəşəm olur. Hazır kündələrin üstün yenə də örtürəm və gözləyirəm ki, kündələr yenə də mayalansın. Onda mayalı xəmirdən bişən şirniyyatlar çox dadlı olur. Kündələr mayalana qədər içliyi də tərəzi yolu ilə bölürəm 10 hissəyə. Kündələr hazırdır, acıyıb və mən keçirəm zeyranın hazırlama prosesinə. Taxtanın üstündə bax bu cürünə yayıram. Niyəsində mən sizə indi etap-etap başa salacağım. Bax bu cürünə yaydım. Dairəsi olur hardasa 24 santı. İçliyi qoyuram. Çox ehtiyatlı olun ki, içliyi xəmirin qırağına dəyməsin ki, siz onu yapışdıra biləsiniz. Bax bu cürünə düzəliş edirəm. Bax bu cürünə qatlayıram və qıraqlarını birləşdirirəm. Bax taxtanın da üstünə bax buna görə qoymuşam ki, zeyrana
forma verməyə çox rahat olur. Düzəliş verəndən sonra zeyranın kənarların şəkərbura fasonunda qatlayıram. Bax bu cürlə. Və yenə də baxın görün. Bir hissə bükdükcə mən taxtanı fırladıram. Yenə də bükdükcə yenə taxtanı fırladıram və zeyranın hər bir tərəfi eyni bərabər olur. Artıq zeyran hazırdır. Baxın görün. Birində göstərirəm. Xəmir o qədər möhtəşəmdir və inanılmaz xəmirdən bir gözəl kənd ətri gəlir. Elə bilərsən ki, xəmirin unun dəyirmanda hazırlayıblar. Yəni hazırlayanda da özünüz görəcəksiniz ki, bu həqiqətən də hiylədir. Təsvir edin ki, kündələr də tərəzi yolu ilə bölünüb eynidirlər. İçlik də tərəzi yolu ilə bölünüb eynidir və sizin hazırladığınız şirniyyatlar çox unikal olur. Çalışın şirniyyat hazırlayanda tərəzi ilə işləyin. Zeyranın üzünə yumurtanı mən necə hazırlayıram? Bir yumurta bütöv, bir yumurtanın sarısı, bir çay qaşığı bitki yağı yaxşıca çalıram və bunu zeyranın üzünə çəkmədən ötəri istifadə edəcəyik. Və yenə də yaxından da göstərirəm, baxın görün. Yəni mən bu cür bükmüşəm və nəticəni də görəcəksiniz ki, zeyranın ağzı açılmayıb, necə bükmüşəm və inanılmaz bir nəticə, inanılmaz. İçliyin ətri o qədər gözəldir ki, ərinmiş yağla, hilin ətri bir yandan. Mütləq hazırlayın və özünüz də görəcəksiniz. Zeyranın gözəlliyinə baxın, adı da gözəldir. Və qoyuram yağlı kağızın üstünə. Hazırladığım yumurtanı da çəkirəm üstünə. Çəngəllə bu cür naxışlar çəkirəm üstündə və sobada 170 dərəcədə fan rejimində hazır olana qədər bişməlidir. Bu gözəlliyə, həqiqətən gözəllikdir. Nə qədər tərifləsən azdır. Siz bu gözəlliyə, bunun işıltısına, amma dadını bilməkdən ötəri siz nə etməlisiniz? Siz zeyranı mütləq hazır eləməlisiniz. Çayla için, nuş edin, ailə üzvlərinizi sevindirin. Və inanınız ki, hətta özüm də belə video baxanda məndə elə bir təəssürat yaranır ki, bu zeyran təndirdə hazırlanıb. Sizlərə nuş olsun, mənim əzizlərim. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.